Hansı plan bəndi mətnin yalnız əsas hissəsinə aiddir? Aysberqlərin yaranma yolları, böyük buz parçaları. Aysberqlərin yaranma yolları mətnin ikinci abzasında qeyd olunduğuna görə cavabımız elə bu variant olacaq. Böyük buz parçaları isə həm giriş hissədə var, həm də bizim əsas hissəmizdə var. Ona görə hər iki hissədə öz əksini tapıb. Daha sonra digər variantlar nəzər salırıq. İstiləşmənin aysberqlərə yaranmasına təsiri ümumiyyətlə mətnin nəticə hissəsində idi. Aysberqlərin ölçüləri. Aysberqlərin ölçüləri də həm giriş hissədə var. Çünki burada qeyd olunub ki, aysberq hesab olunması üçün bu ölçülərin olması şərtdir. Həmçinin əsas hissədə də burada bir aysberqin ölçüsü, ən böyük aysberqin ölçüsü qeyd olunub. Daha çox giriş hissəyə uyğun gəlir. Şirin su mənbəyi. Şirin su mənbəyi olması isə mətnin giriş hissəsində öz əksini tapmışdı. Yer kürəsində şirin suyun 70%-ni təşkil etdiyi vurğulanır. Ona görə düzgün cavabımız elə yaranma yolları olacaq. İkinci abzasdır. İkinci abzasımız da əsas hissə hesab olunur.